Dostlar salam. Növbəti məntiq testimizi həll edək. Baxırıq ki, bizə fiqurlar və daxilində ədədlər verilir və biz də bu fiqur daxilindəki ədədlər arasında qanunauyğunluğu müəyyən edib f və l-i neçəyə bərabər olduğunu tapmalıyıq. İlk öncə birinci fiqurumuzun daxilində olan ədədlər arasında qanunauyğunluğu müəyyən edək. Baxırıq ki, 15, 4, 11, 30 verib. 4 ilə 11-in hasili 44 edir. 15 ilə 30-un cəmi də 45 edir. Deməli, 4 ilə 11-in hasilindən 1 çox 15 ilə 30-un cəmidir. İkinci fiqura bunu tətbiq edək. 14 ilə 16-nın hasili isə 30 ilə 60-ın cəmindən çox böyükdür və gördüyümüz kimi bu qanunauyğunluq özünü doğrultmadı. Amma baxırıq ki, 4 ilə 11-in cəmi 15 edir və 15-i 2-yə vuranda da 30 edir. Bu qanunauyğunluğu ikinci fiqurumuza tətbiq edək. 14 ilə 16-nın cəmi 30 edir və 32-yə vuranda 60 edir və gördüyümüz kimi bu qanunauyğunluq hər iki fiqurda özünü doğrultdu. Və bu qanunauyğunluğu biz üçüncü fiqurumuza tətbiq edək. Deməli, l ilə 6-nın cəmi f edəcək və f-i 2-yə vuranda 32 edəcək. F 16-dır ki, 16-nı 2-yə vuranda 32 edir və f-in yanına 16 yazırıq. F-in qiymətini 16 yazdıq. Deməli, l də 10-dur ki, onun üzərinə 6 gələndə 16 edir. L-in də 10 olduğunu tapdıq. Və bizim cavabımızda 10, 16 variantı düzgün variant oldu. Bu da B variantına uyğun gəlir. Dostlar, testlə bağlı hər hansı suallarınız olarsa, yorumlarda yazın, tezcə cavablandıracağım. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.